Əzal müəllim, istədik ki, müzakirəmizə sizinlə davam edək. Siz nələr müşahidə edirsiniz? Müəllimlərin sertifikasiya imtahanı ilə bağlı mənzərə bizə nə deyir? Müəllimlər nədən razı, nədən narazıdırlar? Birinci ondan başlayaq ki, bu sertifikasiya məsələsi artıq müəllimlərdən, şagirdlərdən daha çox valideynlərin gündəmindədir. Və Nurlan müəllimi qeyd elədiyi kimi artıq hər bir valideyn düşünür ki, mənim evladıma elə bir müəllim dəstəsin ki, bilikli olsun, savadlı olsun. Hər kəs evladı üçün yaxşı müəllim. Əlbəttə ki, hər kəs bunu arzulayır və bugünkü xoşbəxtlikdən artıq bir vaxtlar xatırlayırsınız, elə bu studiyada biz dəfələrlə müzakirə eləmişik. Kimlərsə qarşı olublar, yəni kimlərsə işi pozmağa cəhdlər ediblər və nəhayətdə müəllimlərin özləri belə bu məsələdə ilk əvvəl etirazlar var idi, səslənirdi. Amma indi bu məsələnin artıq müzakirəsi qalıb ikinci dərəcəlidir. Bugün yəni bizim üçün prioritet sayılan məsələlərdən biri odur ki, biz nə qədər bu işi uğurlu apara bilirik. Yəni ölkə olaraq. Nə qədər başqa ölkələrin təcrübələri var. Məsələn, biz daha çox səhv eləmirəmsə Qazaxstana və Ukraynaya yaxınıq bu məsələlərdə. Onlarda amma mən bildiyim qədərinə il fərqi var ki, onlar 3 ildən bir keçirirlər bu məsələni. Amma bizdə bu məsələ artıq 5 ildən bilmirəm. Bundan sonraki dövrlərdə necə olacaq? Mən bir başqa məsələyə gəlmək istəyirəm. Ümumiyyətlə, ikinci cəhddən sertifikasiya girən müəllimlərlə bağlı son günlər bir qədər gərginlik var. Yəni, onları başa düşmək olar. Artıq onlar düşünürlər ki, müəllimlik hüququnu itirir, iş yerini itirir və çox qəribədir. Bayaq dediyim kimi ki, biz artıq valideynlər bu məsələdə daha çox maraqlıdır və onlar ictimai qınaqdan qorxmağa başlayırlar ki, yəni bu günə qədər necə? Mən sizi deyim ki, bu məsələdə bu sertifikasiyadan narazı qalan müəllimlər içərisində iddiaları var. Adama xoşdur ki, məsələn, o adamlar iddia edir ki, biz niyə 50-nin üzərində bal yığmayaq? Məsələn, mənim vaxtım çatmadı, mənim bu halı təmin eləməliydim, onu təmin eləməliydim. Bu hallarda var, amma təəssüflər olsun ki, ikinci bir hal da odur ki, məsələn, bir il ərzində ona verilən möhlətdən istifadə eləməyib, məsələn, deyək ki, ikinci cəhdə belə uğursuz nəticə göstərib. Mən bunun səbəblərini nədə görürəm? Mən istəyirdim bu məsələni biz daha çox qabardaq ki, bundan sonraki imtahan verəcək şəxslər, yeni gələn sertifikasiya dalğasında bu təkrarlanmasın. Bu nədir? Yenə o məsələni mən səhv eləmirəmsə, bu studiyada dəfələrlə müzakirə eləmişik ki, Elm Təhsil Nazirliyi sertifikasiyanı elan eləyən kimi yenə kurs azərkeşləri ortalığa çıxır, peyda olurlar və müəllimləri cəlb edirlər. O, hansı müəllimlərdir tora düşən? Repetitorlar necədir? Repetitorlar. Yəni, bunlar repetitor demək, bunlar birisi necədir? Mövsümü, məsələn, deyək ki, müəllimləri cəlb eləməklə. Məsələn, gəlin belə deyək. Məsələn, 20 illik təcrübəsi olan bir müəllim, deyək ki, çox asanlıqla gedir, gənc bir müəllimin, daha doğrusu repetitorun toruna düşür. Mən hesab edirəm ki, bu müəllimlərdə özgüvən biraz aşağıdır. Ona görə də bunlar daha tez o təsirə düşürlər və çox qəribədir. O müəllim hazırlıq keçənlər özə az qiymətdə deyirlər. Mən buradan bunu məlumatlı olduğum üçün deyim ki, hər bir müəllimi 150 manata hazırlaşdırırlar. İndi siz təsəvvür edin ki, hər biri 100 müəllim cəlb etsə, bu əməlli böyük bir məbləğə gətirib çıxarır ki, yəni bu bir ay, 2 ay ərzində bu vəsaitləri bu müəllimlərdən asanlıqla... Məzəmət, siz bunu yalnız özgüvənləmi, yəni özgüvənin aşağı olmasını mı? Bilirsiniz, əgər bir müəllim öz sinifdən çıxırsa, sinifdən heç bir təcrübəsi olmayan bir nəfərin yanına hazırlığa gedirsə, mən bunu güvənsizlik kimi sayıram. Özünə güvənmir. Özünə güvənmir. Yəni, savadına güvənmir. Bəlkə də onun biliyi, bacarığı həmin ona təlim keçəndən daha artıqdır. O zaman gəlin sualı belə qoyaq. Özgüvəni olmayan bir müəllimin topladığı nəticə hər kəsdən yüksək olsa belə, o sinifdə şagirdə nə qədər təsir edir? Elə ona görə də artıq ikinci cəhddən həmin müəllimlər kənarda qalıb təəssüflər olsun ki, mən bugün bura gələndə artıq söz vermişdim və biz bugün WhatsApp üzərindən bir neçə qruplarda o cümlədən müraciət də qoymuşuq ki, əlaqə saxlasınlar bizə. Toplamışıq, təxminən bir 40-a qədər, 42 müəllimin münasibəti, rəyi var bizdə. İndi mən verilişdə onların hamısını müzakirəyə çıxartmaq istəmirəm. Verilişdən sonra yəqin ki, mən həm təhsilin üstünə, həm müddəa ilə bu məsələ ilə bağlı, sualların qoyuluşu ilə bağlı, vaxtla bağlı, digər məsələlərlə bağlı ki, mən çox istəyirəm ki, bugün onların burada heç olmasa hüquqların müdafiəçisi rolunda bir çıxış edeyim. Məsələn, nədən başlayaq? Belə bir iddialar var ki, bilmirəm, Nurlan müəllim yəqin ki, burada bu məsələlərə cavab verə biləcək. Mən özüm üçün həm də o şəxslər üçün aydınlaşdırmaq istəyirəm ki, onları nə gözləyir? Deyək ki, belə bir iddia var, Kürdəmirdə keçirilən 5 nömrəli məktəbdə işığın sönməsi ilə bağlı. İndi bu nə qədər həqiqətdir, bunu aydınlaşdırmağa çalışarıq.